Salam dəyərli vergi ödəyiciləri. Bugünkü mövzumuz fərdi sahibkarların gəlir, hüquqi şəxslərin mənfəət vergisidir. İl bitir, növbəti ilin 30-undan, martın 30-undan gec olmayaraq hesabat təqdim olunmalıdır. Hesabat təqdim edildikdən sonra 5 iş günü ərzində avtomatik aviz proqramı tərəfindən o hesabata uyğunsuzluq gələ bilər. Bu uyğunsuzluq 5 iş günü ərzində cavablandırılmalıdır. Hesabat dəqiq verilməli, kameralı cavablandırma doğru şəkildə getməlidir. Əgər bunlar getməzsə, bir müddətdən sonra vergi orqanları tərəfindən qərarlar qəbul olunur. Yəni qeybələr vurulur, belə desək. Və bu qərarları geri çəkmək çox çətindir, asan deyil. Çünki avtomatik şəkildə bizim bankımıza sərəncam düşür, əlavə bir vergi ödəyirik. Bu qərarlar gəldiyi müddətcə biz heç bir güzəşt azad olmamızdan yararlana bilmirik. Gərək 30-40 iş günü ərzində bu qərara məktub yazaq, hesabata dəqiqləşmə verək. Dəqiqləşmə verdiyimiz zaman vergi yükümüz 2 qat artır və gözləməliyik ki, bu qərar vergi orqanları tərəfindən ləğv olunsun. Ona görə hər iki halda uçot siyasətimizi doğru qurmalıyıq. Növbəti hal isə mənfəət vergi hesabatı verən zaman gəlirlərdən çıxılan xərclər haqqındadır. Hər xərci biz gəlirdən çıxa bilmirik. Bəzi vergi ödəyiciləri soruşur, axı mən real olaraq 800 manat əmək haqqı verirəm, niyə onun 400 manatı çıxılır? Çünki siz sistemdə 400 manat qeyd etdirmişsiniz əmək haqqını. Bu səbəbdən daha sonra əgər icarə müqaviləsində ümumi az ödənsin deyə icarədə 100 manat, 200 manat icarə qeyd edilirsə, amma sizin 1500 manatsa icarə məbləğiniz, bu zamanda bir qayda olaraq sizin real faktiki obyekti qeydiyyata qoyduğunuz zaman qeyd olunan icarə müqavilənizdə yazılan summa qeyd olunur. Yəni real xərc kimi xərcə sala bilmirsiniz o 800 manatı. Və bunun kimi digər hallar vardır ki, hansı ki, bir qayda olaraq həmin xidmətləri müqavilə əsasında qayma ilə almışıq. Rəsmi əmək haqqı xərcidir. Torpaq, mədən, əmlak vergisi ödəyiriksə, yalnız bu 3 ödədiyimiz vergini biz gəlirdən xərc kimi çıxa bilirik. Ödədiyimiz ƏDV-lər gəlirdən xərc kimi çıxılmır. ƏDV bizdən ümumiyyətlə nə biz ödədiyimiz vergidir də bunu xərcə sala bilirik. ƏDV istehlakçıdan alınan bir vergidir. Və digər maliyyə sanksiyaları da xərc kimi gəlirdən çıxılmır. Faiz cərimələrdir, çıxılmır. Amma dəbbələrdir ki, hansı ki, onlar gəlirdən xərc kimi çıxıla bilir. Bank komissiyalarıdır, xərc kimi çıxılır. Əgər biz banka faiz cəriməsi ödəmişsə, bu da gəlirdən xərc kimi çıxılır. Amma digər heç bir ödədiyimiz penyalar, sanksiyalar, maliyyə sanksiyaları heç bir gəlirdən xərc kimi çıxılmır.